50.000 izleyici olma şərəfinə getmişdi bağ evinə. Birinci qəşəng bir dənə quyu qazdım orada. Amma biraz yoruldum. Ekskavator var. Quyunu qazandan sonra içine ocaq qalıyıb geçdim bu dünyanı. Üstündə olan piyləri təmizlədim. Qəşəng duz, üstüyot, paprikanı hər yerinə yedirdim. Bıçaqla 15-20 dənə deşiyi açdım belə. Həmən açdım deşiklərin içinə təzə çıxan təmizlənmiş sarımsağı doldurdum. 3 qat bu yağlı kağızla tam belə bükdüm. Üzərini təzədən bir 4-5 qat hər yerinə əhatə eləmək şərti ilə yaxşı faliqa ilə bağladım. Qoydum közün üstünə təzədən köz. Közlə doldurandan sonra üstünü torpaqla bastırdım belə hava işləməyəsi kimi hər yerinə. Üstünə təzədən bir tonqal qaladım. 4 saata yaxın bir vaxt keçəndən sonra bunu götürdüm. Göz yaşları içərisində bu üstündəki közü təmizlədim. Götürüb qulaq assın görüm nədir. Hazır. Hazır. Bu səsi, bu iyi, yəni sözlə ifadə eləyə bilmirəm. Lap belə ləzzətli olur. Üstünə qışqırırsan dağılır ət. Ləzzətli alınır. Məsləhətdir, mütləq hazırlayın. Eləyirəm bunu.